Hicrətin 10-cu ilinin Zilqədə ayında Həzrət Peyğəmbər salavatullah Mədinədə elan edilməsini əmr etdi ki, bu il Məkkəyə həcc ziyarətinə gedəcəyik. Bu vida həcci idi. Çünki Peyğəmbər bir neçə ay sonra dünyasını dəyişməzdən əvvəl müsəlmanlarla vida etdi. Hicrətin 10-cu ili cümə axşamı idi və Qurban bayramından 8 gün keçirdi və qayıdış zamanı günorta vaxtı yaxınlaşdıqda böyük kərvan Cufə ərazisinə yaxınlaşdı və uzaqdan Qədir Xum qumluğu görünürdü. Bu ərazidə 4 yolun birləşdiyi yerdə yerləşirdi. Peyğəmbər müsəlmanlara mühüm bir mesaj çatdırmaq üçün ona minbər hazırlamaqlarını əmr etdi. Cəmaət hazırlaşdı və Peyğəmbər minbərə qalxaraq səsini biraz da ucaldaraq buyurdu. Ey cəmaət! Möminlərə onların özlərindən daha artıq ixtiyar sahibi kimdir? Ey cəmaət! Möminlərə onların özlərindən daha artıq ixtiyar sahibi kimdir? Allah və Peyğəmbəri daha yaxşı bilir. Bu zaman hamı gördü ki, Həzrət Peyğəmbər salavatullah öz ətrafına baxır və kimisə axtarır. Əli əleyhissalamı görən kimi əyilib onun əlindən tutdu və yuxarı qaldırdı. Hətta onun qoltuğunun altı belə görünürdü. Hamı onu tanıyıb bildi ki, o İslamın yenilməz sərkərdəsidir. Bismillahirrahmanirrahim. Bismillahirrahmanirrahim. Allah mənim Mövlam və rəhbərim, mən də möminlərin Mövlası və rəhbəriyəm və onlara özlərindən daha artıq ixtiyar sahibiyəm. Belə isə mən hər kəsin Mövlası və rəhbəriyəmsə, Əli də onun Mövlası və rəhbəridir. İlahi, onun dostunu sən də dost bil, onun düşmənini sən də düşmən bil. Onu sevəni sən də sev, onu qəzəbləndirənə sən də qəzəbli ol. Dostlarına kömək et, onu tək qoyub xar edənləri sən də xar və zəlil et. Haqqı həmişə onunla bircə et və onu haqdan ayırma. Daha sonra cəmaət Əmir-əl-Möminin Əli əleyhissalamı təbrik etmək üçün toplandılar. Onların arasında Əbu Bəkir və Ömər də var idi. Hər biri deyirdi: Təbriklər sənə ey Əbu Talibin oğlu, təbriklər sənə ey Əli. Sən indi mənim və hər mömin kişi və qadının mövlası oldun. Cəmaət dağılmamışdı ki, Allahın vəhy mələyi Maidə surəsinin 3-cü ayəsini nazil etdi. Bismillahirrahmanirrahim. El-yevme ekmeltu lekum dinakum ve etmentu aleykum ni'meti ve raditu lekumul İslam'e dinen. Bugün dininizi sizin için tamamladım ve sizin için din olarak İslam'ı beğenip seçtim.